videonu izləyən hər kəsə salam. Deməli, bizim isim yaxud da sifət düzəldən ıq və aq şəkilçilərimiz var. Bu şəkilçilər homonim şəkilçilərdir. Çünki həm isim düzəldə bilir, həm də sifət düzəldə bilir. Və bəzən söz saitlə bitəndə bu şəkilçilərin qarşısındakı öz saiti, ısı və yaxud da ası düşür. Təkcə samitdən ibarət qalır. Q'dan və K'dan ibarət olur. Hər ikisində və bu zaman sözlərin üzərində həmin şəkilçinin ıq yaxud aq olduğunu fərqləndirmək bizim üçün bir qədər çətin ola bilər. Və bunu tapmağın üsulu aşağıdakı sözlərin üzərində göstərəcəklərimdir. Deməli, baxın, burada sözün kökü tapşırmaq sözüdür, tapşır. Şəkilçi ıqdır. Şəkilçi bütöv variantda verildiyinə görə, bütöv olduğuna görə biz bilirik ki, burada konkret ıq şəkilçidir. Və yaxud da düşək altdakını işləyək. Sözün kökü qorxmaqdır. Şəkilçi bütövlükdə aqdır. Çünki söz samitlə bitibdir. Şəkilçi bütövlükdə aqdır. Bu o deməkdir ki, yəni bizə heç bir problem yaratmır. Biz bilirik ki, şəkilçi ıqdır və şəkilçi aqdır. İndi qayıdaq soyuq sözünə. Bir şey deyim ki, mən burada isim və sifətləri qarışdırmışam bir-birinə. Yəni nitq hissəsinə fərq qoymamışam. Sadəcə sözlərdə şəkilçiləri göstərməyə çalışıram sizə. Sözün kökü baxın soyumaqdır. Burada şəkilçi saitə düşübdür deyənə. Təkcə q'dan ibarət qalıbdır. Bəs belə məqamda biz nə bilək ki, ıqdır, yoxsa aqın q'sıdır? Bu zaman həmin samitdən əvvəlki saitin özünə baxırıq. Burada u saitidir. Deməli ki, bu şəkilçinin bütövü ıq şəkilçidir. Və yaxud da burada baxaq, sözün kökü böyüdür, şəkilçi k'dır. Bəzən qarşısındakı incə sait olanda ümumiyyətlə Azərbaycan dilində q samiti k kimi əvəzlənə bilir. Yəni burada heç bir başqa bir fərq yoxdur. Sadəcə fonetik dəyişiklik baş veribdir. Burada da k'dır. Yenə baxıram qarşısındakına. Qarşısındakı qapalı saitdir. Qapalı sait isə deməli ki, bu da yenə də ıq versiyasıdır. Gələk bura. Sözün kökü parlamaq sözüdür. Parlaq. Qarşısındakına baxıram. Qarşısındakı a'dır. Deməli ki, bu şəkilçi aq saitidir. Aq saitinin sadəcə saiti düşmüş versiyasıdır. Sözün kökü döşəmək sözüdür. Şəkilçi k'dır. Qarşısındakına baxıram. Qarşısındakı ədir. Deməli ki, bu da aq şəkilçinin qısaldılmış versiyasıdır. Saiti düşmüş versiyasıdır.